Salam dostlar, gününüz xeyirli, uğurlu olsun. Bugünkü yeni bir mövzumuz isə uşaq tərbiyəsidir. Qızına döyməyən dizinə döyər. Uşağı döymədinsə onu tərbiyə etmək qeyri-mümkündür. Vay vay, sən uşağı cəzalandırmırsan, qışqır, vaxtında tərbiyəsi olsun. Sonra üzünə ağ olacaq kimi ifadələrdən qaçmağa çalışaq. Uşaq tərbiyə etmək əslində çox mürəkkəb bir prosesdir. Uşaqlar hər bir valideynin ən həssas nöqtəsi, ən sevincli anı, bəzən üzümüzdə təbəssüm və bir ömür qəlbimizdə olan sevgidir, məhəbbətdir. Düşünürəm ki, evladları döyərək deyil də, mükafatlandıraraq və yaxud da sadə cəzalar verərək də tərbiyələndirmək olar. Məsələn, mükafatlandırma ilə tərbiyə olunan uşaqlar, onlar mükafat aldıqca sevinirlər. Hər hansısa bir işi düzgün görmədikdə mükafat almadıqları üçün üzülürlər. Bu artıq həyatın bir qanunudur. Onlar beləliklə həyatın daha bir simasını, daha bir üzünü öyrənir. Bəzən bir söz döyülməkdən daha ağır cəzadır. O qədər aşırı sevgi vermək lazımdır ki, xüsusilə də qız evladlarımıza, o qədər aşırı sevgi vermək lazımdır ki, övlad o sevgini görmədikdə, harda yanlış etdim, nəyi səhv etdim, anam, atam mənə nəyə görə soyuq münasibət bəsləyir kimi düşüncələrə dalsınlar və öz səhvlərini görsünlər. Hal-hazırki cəmiyyətimizdə qız evladlarının daha aşırı dərəcədə sevgiyə ehtiyacı var. Bu o demək deyil, oğlanları sevməyək, sığallamayaq. Yox, oğlan evladları da sığala, sevgiyə layiqdirlər. Sadəcə olaraq qız uşaqları elə bir cəmiyyətdə böyüyürlər ki, onlara sevgisizlik yaşadılmamalıdır. Atalar, analar evladlarını o qədər çox sevməlidirlər ki, övlad ilk sözünü sizə gəlib desin. Məsələn, düşünün ki, cəza tətbiq edərək döydüyünüz bir evlad, xüsusilə də qızlar, gəlib sizə ürəyini açıb deyə bilər. Kimsə mənə söz atdı, kimsə mənə kənardan baxdı, müəllim belə dedi, filan dostum belə oldu, harasa getdik və yaxud da bu kimi digər sözlər. Əgər övladınızın ürək dostu olmağa çalışırsınızsa, onun ürəyinə toxunaraq, onun dünyası olaraq tərbiyə etməyə çalışın. Məsələn, çalışın ki, onunla birlikdə vaxt keçirəsiniz, çalışın ki, onunla birlikdə çoxlu söhbət eləyəsiniz, hər anında dəstək olasınız, qışqırmaq, danlamaq yerinə başa salasınız. Olmazlar əvəzinə olmazların səbəbini deyəsiniz. İnanın ki, belə etdiyinizdə siz çox uğurlu valideyn olacaqsınız. Evladınızın üzündə təbəssüm yaratmaq sizin ən böyük mükafatınızdır. Və bir düşünün, döydüyünüz evlad səhər gəlib yenə sizi qucaqlayıb öpəcək. Vicdanınız sızlamayacaq. Ona görə də evladlarınıza bir cırtma belə vurmağı tövsiyə etmirəm. Onları o qədər çox sevin ki, sevginiz onlara bəzən cəza olsun. Düşünsünlər ki, valideyn mənə bunu niyə etmədi? Valideyn mənə nəyisə qadağa qoyursa, o haqlıdır. Və gəlin başqa bir aspektdən yanaşaq. Sevgi, hörmət və qorxu. Sevgi mənə görə hər şeyin açarıdır. Bütün çözülməzlərin valideynlə övlad arasında açarı mənə görə sevgidir. İnsan qorxursa, qorxu baxımından deyil, əgər bir evlad sizdən qorxursa, onun sevgisi və yaxud da hissləri müəyyən bir ampulada, çərçivədə olacaq. Nəyisə deməyə çəkinəcək, hətta bəzən qucaqlamağa çəkinəcək. Kənardakı uşaqların valideynləri ilə xoş vaxt keçirdiyinə baxıb bəlkə də təəssüflənəcək, bəlkə də üzüləcək. Axı, heç bir evladın valideyni seçmək hüququ yoxdur. Axı, heç bir evlad sizə, bizə yalvarmayıb ki, məni özünüzə övlad deyə gətirin. Əgər bir evladı dünyaya gətirmişiksə, bu bizim seçimimizdir. Ona dünyanı bəxş etmək bizim borcumuzdur. Bəli, evladın borcu deyil. Bizim borcumuzdur ki, övladlarımız üçün hər bir şey edək. Çünki övladların valideyni seçmək bir hüququ yoxdur. Heç bir kəs istəməz ki, evladı kənardan kiməsə baxıb köks ötürsün. Məsələn, atalı qızlar var, sığal görmürlər. Analı evladlar var. Anaları ilə danışmağa ortaq bir dil tapmırlar. Baxın, bu əsl işgəncədir. Uşaq tərbiyə etməkdə çalışın zamanınızın
Əksər hissəsini övladlarınıza xərcləyin. Boş zamanınızı yox, dolu zamanınızı onlarla daha da zənginləşdirin. O zaman evladlarınız sizinlə daha da olmalaşacaq. Qorxu müvəqqətidir. Düşünün ki, bir evlad sizdən qorxduğu üçün sizi sevir. İnanın ki, o evlad qıraqda sevgi gördükdə artıq sizi unudacaq. Sadəcə beynində qalan qorxular olacaq. Mən bunu deməyim, mən bunu etməyim, axı qorxuram. Bəs hörmət? Hörmət isə güclüdür, çox güclüdür. Əgər bir evlad sizə hörmət edirsə, o hər addımında sizi düşünəcək. Məsələn, bu rəfiqəmlə gedirəm. Anam bilsə, bunu heç də yaxşı qəbul etməz. Və yaxud da oğlandır, siqaret çəkir və yaxud da hər hansısa bir sizin sevmədiyiniz hərəkəti edirsə, sizə olan hörmətindən dolayı o onu etməyəcək. Valideynim bunu bəyənmir, mənə yaraşdırmır deyib orada nöqtəni qoyacaq. Bəli, ən böyük cəza tədbirlərindən biri evladınıza yaraşdırmamaqdır. Qızım, sən mənim ilk məhəbbətimsən, sən mənim canımsan, sən mənim həyatımsan. Mən səni çox istəyirəm, atan da səni sevir, amma biz sənə bunu yaraşdırmadıq. Bilirsiniz nə böyük cəzadır? İnsanları ümumiyyətlə cəzalandırmaq üçün ya səssiz qalmaq lazımdır, ya güclü sevgi vermək lazımdır. Sevgi ən böyük cəza, ən böyük mükafatdır. Amma doğru yerdə istifadə olunarsa. Hər birinizə sevgi dolu həyat arzulayıram. Bütün evladlarımıza sevgi dolu ailələrdə böyüməyi arzulayıram. Hər bir uşaq valideynlərinin üzündə gülüş görsün. Hər bir uşaq valideynlərini sevərək, qoxlayaraq, qucaqlayıb öpməyi bacarsın. Heç bir evlada ana atasından qorxmağı arzulamıram. Sadəcə hörmət etsin. İnanın ki, bu sizin üçün hər bir şeyə bəs edəcək. Uğurlar. Çalışaq ki, elə tərbiyə edək ki, sonra verdiklərimizdən, öyrətdiklərimizdən peşman olmayaq.